Əgər investisiyadan danışsaq, əlbəttə ki, bu Warren Buffett-dır. Yəni Elə ən çox da gülüş keçənlər deyirsən Warren bəli, Buffett. bəli. Warren Buffett yəni illərlə göstərir nəticə çox böyük nəticədir, çox gözəldir və çox bir insana motivasiya edir məsələn investisiya üçün. Bununla məşğul olmağa. Qaldı ki, o idarə etmə tərzinə, yəni burada əlbəttə ki, Elon Musk'ın biraz impulsiv və kifayət qədər uğurlu, yəni uğurlu deyərdim. Və Elon Musk mən niyə görə belə bəyənirəm bunu idarə etməsi? Çünki Mən hələ o başa düşməmişəm. Elon Musk'ı hələ başa düşmürəm. Bu adam siyasətçidir, bu adam biznesmendir, bu adam ticarətçidir, başa düşmürəm. məsələ ondadır ki, bəs tək pula görə yox, çünki onun ideyaları və onun biznesləri ümumiyyətlə dünyada böyük dəyişikliklər gətirə bilər. Bu SpaceX misal üçün götürsək, bir neçə ilə Marsa uçacaqlar. Yəni bu nə vaxtsa deyirik ki, bu mümkün olan bir şey deyil. Və ya Tesla-nı götürsək, elektrikli avtomobillər. Məhz o trendi yaratdı. Yəni açıq danışaq, 15 il əvvəl, 20 il əvvəl desəydik ki, küçələrdə, hələ hətta Bakının küçələrində hər 10 maşından biri elektrik olacaq. Biz deyirik ki, nə ola bilməz də bu nədir? Yəni ki, amma indi fakt belədir. Və belə deyək, o trendi o başladı. Nə dünya trendini yarada bilir. Bəli, yarada bilir və deyərəm ki, dünyanı təsir edir yeri gəlmişkən. Məsələn, X-də hansısa bir gələn həftə qızılın qiyməti artacaq sözünü deyən kimi hansı dəyişikliklər baş verir. Çox böyük təsir edə bilər. Bir balaca bir tweet, yəni çox şey. Kimisə müflis edə bilər, kimisə milyonçu edə bilər. Yəni bu reallıqdır. Bazarın tendensiyasını o insan dəyişə bilər. Yəni ona görə hazır olmaq lazımdır hər şeyə.